Hello. Necəsiz? YouTube kanalıma hoş gəlmisiniz. Bundan sonraki girişlərimiz belədir. Hello. Necəsiz? Belə girirəm. Bundan sonra YouTube girişlərimizə. Nəysə. Keyfiniz, halınız nətərdir? Bugün elə belə bir gün vlog çəkmək istədim ya da söhbət. Məsələn, sual-cavab. Mən tez telefonu alıram və buradan sualları girirəm. Və bir sualları cevaplayacağım. Sualları girdim. İndi ilk olaraq birinci sualımız budur ki, neçə yaşım var? Mənim əslində neçə yaşım var deyəndə hələ ad günüm olmayıb. Əslində 11 yaşım var. Əslində 10 yaşım var, amma 8 iyulda 11 yaşım olacaq. Ya 11 də illə hesablayanda 2025, 2014 doğumluyam, 11 yaşım var. O bir suala keçirəm. Ən sevdiyim renk. Bu belə o qədər bir şey sualdır ki, çox dəyişir. Məsələn, əvvəl ən çox sevdiyim renk qırmızı idi, amma belə deyil. Yəni qırmızı sevirəm, okey, qırmızı çox sevirəm, amma indi nə bilim, bütün rənglər xoşlayıram əslində, soft rənglər. Məsələn, açıq mavi, açıq lila kimi rəngləri xoşlayıram. Bu suala belə cavab verim. Bütün rəngləri xoşlayıram. Soft rəngləri xoşlayıram. Yəni hələlik deyim ki, qırmızı deyirəm. Çünki siz mən qırmızı seviyor olarkən tanıdınız, danışamadım. Üçüncü sual. Ən sevdiyin meyvə. Ən sevdiyim meyvə təbii ki, gilasdır. Məni tanıyanlar bilər, ən sevdiyim meyvə gilasdır. Təbii ki, çox meyvəni sevirəm. Məsələn, nektara bayılıram. Şaftalı yox, nektar, həm də bərk nektar. Alçan da sevirəm, çiyələyi də sevirəm, hamısını sevirəm, banan da sevirəm, amma ən çox gilası sevirəm. Gilasdan sonra deyəsən, apelsini də çox sevirəm, amma gilasdan sonra deyəsən nektar, bərk nektar. Çünki o qədər çox xoşlayıram və yeyirəm ki. Keçirik dördüncü sual. Bu arada ayıcığımı göstərmək istədim, baxın. Dördüncü sual. Ən sevdiyin içki. Ən sevdiyim içki kapi. Həm də o kapinin şeyi var ya, tropik meyvə aromalı bir içkisi. Ona həqiqətən bayılıram. Ən sevdiyim içki 100% içki olur. Mən 100% içki deyirəm. Keçirik. 4-dür, 5-dür. Neçən sual keçirik. Mən belə unutdum yəni. Neçən sual keçimsə. Bu arada bu videonu mən yeni çəkmişdim. Amma bu videonun ikincisini çəkmək istədim. Çünki o videoda indi mənim zövqlərim dəyişmiş ola bilər. Ona görə dedim ki, niyə də bunun ikincisini çəkməyim. Demişdim ki, sual cavab, amma dənizlə demişdim. Dəniz indi burada deyil. Yəni evdə deyil də. Ona görə özüm tək çəkirəm, sonra dənizlə çəkərəm. Əgər yox, bu o bir sualdır. YouTube'da nə qədər abunə olmağını istəyirsən, YouTube'da hələ ki bizim 168 idi. Elə bir şeydi, tam səhv demirəmsə. Elə bir abunəmiz var və mən 1000 abunəyə çıxmaq. Əslində həlləlik 1000 abunədə, yoxsa təbii ki 100 minlərə, 1 milyonlara çıxmaq istəyirəm. O sözsüzdür. Amma indilik 1000 abunə istəyirəm. Çünki 1000 abunəyə görək. Hətta 200'ü belə görənmədik. Bu videonu izləyən hər kəs abunə olsun, 200'ü görək. Məncə 200'ü çox. Yəni məsələn bu videonu izləyən bütün olan abunə olsa 200 olacaq. Mən elə düşünürəm. Məncə başara bilərik. O birisi sual. Ən sevdiyin abur-cubur. Ən sevdiyim abur-cubur. Əslində ən sevdiyim abur-cubur yoxdur. Yəni cipsini sevirəm, amma ən sevdiyim deyil. Çöp də sevirəm. Ən sevdiyim deyəsən çöpdür. Acılı və yaxud da acılı, üstü belə olur ya. Onun adı nədir? Çöp belə balaca qırıntılar olur. Onun acılısını çox xoşlayıram. Yaşıl paketdə olan var ya. Onun acısı çox qəşəngdir. Son 1-2 dənə sualım qalıb. Saçını ən çox necə yığmağı xoşlayırsan? Məsələn, siz məni həmişə saçımı belə yığanda görmürsünüz. Amma mən belə yığmağı xoşlamıram. Məsələn, ev həyatında belə yığmaq
rahat olur, asan olur demək istəyirəm. Amma normalda belə yığmaq xoşlamıram bu arada. Mən daha çox açıq qoymağı və yaxud da fərqli modellərə, iki dənə hörməyə xoşlayıram. Aha, dediyim kimi, ya hörməyə xoşlayıram, ya açıq qoymağı xoşlayıram və yaxud da fərqli modellər belə. Keçirik digər sualımıza. Bu sualı əslində hamımız məncə demək olar ki bilirik, amma 2 dənə falan bir cavabdır. Ən sevdiyim aksesuar. Üzük. Üzüyü çox sevirəm. Amma sırğanı da həqiqətən çox sevirəm. Amma üzüyü bir tık daha çox sevirəm. Əgər bunu sıralasam, üzük, sırğa, sep, qolbaq. Əslində qolbaq sevirəm, amma nə bilim, olmasa da olar da yəni bir. Olmasa da olar. Saatı da sevirəm, amma saatı qatmadım. Keçirik digər suala. Necə geyim tərzini xoşlayırsan? Yəni necə geyinməyi xoşlayırsan? Belə deyək. Mən daha çox, məsələn, bunu belə cavab verəcəm. Sport, klassik və ya da şık. Mən klassik geyinən bir insan deyiləm məncə. Elə düşünürəm. Sport da geyinəm. Məncə mən şık geyinirəm. Çünki şık geyinməyi həqiqətən çox xoşlayıram. Məsələn, bəzən düzəlmək. Evdə özüm adi olsa belə. Özümə cürbəcür kombinlər edirəm. Məsələn, demirəm, rahat olum, oturum. Elə demirəm, direkt belə bəzənirəm. Ona görə şık. Şık kombinləri daha çox xoşlayıram. Bu arada son 2 dənə falan sualımız qaldı. Bəlkə özümdən sual hazırladım. Sual əlavə etdim daha doğrusu. Tam bilmirəm. Nəysə, keçirik bu üstə. Makyajda ən çox xoşladığın ürün. Bu məndə tuşdur. Tuş və gloss. Gloss deməyək, dodaq kombosu. Məsələn, dodaq karandaşını vurub üstə glossuna çox xoşlayıram, dəhşət xoşlayıram. Allah falan da xoşlayıram, amma ən çox tuşla dodaq kombosu. Bunları ayıra bilmirəm, cidden deyirəm. Amma özüm daha çox dodaq nə danışıram mən? Dodaq kombosunu eləyirəm. Nəysə, bu da sonuncu və axırıncı sual. Bəli, axırıncı sualımıza gəldik. Yine axırıncı sual budur ki, biraz mən özümü düşündüm axırıncı sual. Çünki həqiqətən özümün cavabını bilmirdim bu axırıncı sualın. Düşündüm məsələn nə ola bilər? Cidden. Nəysə, axırıncı sualını keçirəm. Əgər adın Nilay olmasaydı, nə olmağı istəyərdin? Adımın Nilay olmasaydı, əslində adımdan çox məmnunam. Amma Nilay olmasaydı, elə bir ad yoxdur, elə bil ki, mən də istəyərdim ki, Lavin olsun. Məncə qayət gözəl bir addır. Təzə çıxan adı da, yəni elə düşünün, Lavin. Məncə qayət gözəl bir addır. Məsələn, biz çox görürük Nuray. Bütün dünyada Nuraydır da elə bil ki. Sonra Fatimələr var, Nuraylar var. Elə çox tanınmış ad istəmərəm. Çox tanınmamış ad istəyirəm də. Yəni bir-iki dənə olsun, yəni biraz olsun da, çox tanınmasın bu ad. Belə bir ad istəyirəm. Və suallarımız bitdi. Məncə burada mən biraz daha fərqlisi ola bildim. Məsələn, ən sevdiyim yemək sualını vermədim. Çünki məncə siz bunu bilirsiniz. Çox ehtiyac yoxdur bunlara. Videomuz bu qədər idi. Bitdi. Suallarımız da bitdi. Videomu bəyəndinizsə like atıb kanala abunə olmayı unutmayın. Hamınızı çox sevirəm. Bay bay. Belə videoların davamını istəyirsinizsə like'lara çox basın. Mən də belə videolar çox çəkəm. Bay bay.